Hörmətli tamaşaçılar, yeni il Moskvada da fərqli formada qeyd ediləcək. Bu ildə axşam saatlarından etibarən Qızıl Meydana giriş məhdudlaşdırılıb. Moskva bayram atəşfəşanlığından imtina eləyib. Bağlanaq Moskvaya. Xüsusi müxbirimiz Zakir Musayevi salamlayırıq efrimizdə. Bayramınız mübarək Zakir. Təəssüratlarınız necədir? Öyrənək. Hər vaxtınız xeyir. Təşəkkür edirəm və mən də həm sizi, həm də bütün tamaşaçılarımızı Rusiya paytaxtı Moskvadan salamlayıram və hər kəsi həm həmrəylik günü, həm də yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Şübhəsiz ki, Moskvada qış tətilini və yeni ili qeyd etmək üçün dünyanın ən məşhur şəhərlərindən biri hesab olunur. Lakin qeyd etməliyəm ki, ötən il olduğu kimi elə bu ildə Qırmızı Meydana giriş axşam saatlarından, daha dəqiq desəm, Moskva vaxtı ilə saat 18:00-dan etibarən məhdudlaşdırılıbdır. Eyni zamanda ötən il olduğu kimi Moskva bu ildə bayram atəşfəşanlığından imtina edibdir. Buna baxmayaraq, bayram günlərində paytaxt sakinlərini və şəhərin qonaqlarını bəzədilmiş meydanlar, çoxsaylı parklar, konki sürmə meydançaları, eləcə də Milad və Yeni il məkanlarına Səyahət adlı festival gözləyir. Sözsüz ki, bu ildə 4000-dən çox işıq konstruksiyası Moskvanı bəzəyir və tam əminliklə demək olar ki, paytaxt yeni ili qarşılamağa tam hazırdır. Və artıq bir neçə saatdan sonra Rusiya paytaxtında da saatlar 12-ni göstərəcək və saat fərqini nəzərə alsaq, sözsüz ki, yeni il Azərbaycana bir saat tez gələcək və bu fürsətdən istifadə edərək bir daha hər kəsi bayramlar münasibəti ilə ürəkdən təbrik edirəm və belə, bugün üçün eləcə də 2025-ci ilin son günü üçün Rusiya bürosundan çatdıracağım son xəbərlər bunlar idi. Növbəti görüşümüzün isə artıq 2026-cı ildə olması arzusu ilə söz yenidən sizdədir. Studiya. Arzularınıza biz də qoşuluruq Zakir və məlumat üçün həm də təbrikləriniz üçün təşəkkür edirik sizə.